metroda bilirsiniz, yani panik atak bu dəqiqə çox geniş yayılır. İnsanlar müxtəlif səbəblərdən stresə düşə bilirlər və güclü stres də son nəticədə gəlib çıxır həmin nöqtəyə. Sizin təbii ki, bu adamlar qapalı yerdə qala bilmirlər, metroya minə bilmirlər, gecə yatanda mütləq qapını açırlar ki, bir balaca nəfəslik gəlsin. Özlərindən tək qala bilmirlər bəzən, tək yata bilmirlər. Bütün hallarda mütləq mənada müayinə olunmalıdır, diagnoz dəqiqləşməlidir və panik atakın, fobiya, qorxunun, nevrozları müalicəsində Doktor Seyfəddin klinikasında çox gözəl nəticələrimiz var. Allahın köməyinə siz də müraciət eləsəniz, sizə köməyim dəyəcək. Ancaq ev şəraitində damotu bitkisini dəmləyin, qəbul edin gündə 3 dəfə. Bundan başqa dazı otu dəmləyin, qəbul edin gündə 3 dəfə. Bir də axşam yatmamışdan qabaq nanə dəmləyin və yaxud da ki, şüyüd toxumu dəmləyin, içərisinə biraz bal qatın, axşam yatmamışdan qabaq için. Ancaq bunlar biraz yüngülləşdirəcək. Köhlü müalicə almaq üçün isə planlaşdırın, mənim telefon nömrələrimi görürsünüz, zəng edin. Gələrsiniz, o panik atakı müalicələri və tam rahat olarsınız. Panik atakın müalicəsi Seyfəddin doktorun klinikasında, əziz tamaşaçılar, Xətai rayonunda. Metroya minirsiniz, Həzrət Salonov metrosunda çıxan kimi görəcəksiniz klinikanı.